Sosial şəbəkədə səhər tezdən bir video çıxdı qarşıma. Bura vaxtıyla səhər tezdən. Gənc və yaraşıqlı bir xanımefendi Zəngilanın Ağalı kəndindən reportaj edirdi. Kənddəki durumdan, insanların fərəh və xoşbəxtlik içində yaşamasından, kənddə həyat və rifah üçün bütün şərtlərin təmin edilməsindən danışırdı. İrad da bildirirdi ki, niyə pis şeyləri çəkib paylaşırsınız, amma yaxşılıqları gözünüz görmür. Gənc qız kəndin dediyim kimi fərəh və xoşbəxtlik dolu aurasından danışırdı. Arada həyətdə istixanəyə bənzər bir ərazini də göstərərək deyirdi ki, bu il 1000 banka pomidor bağlayacağam və qışda satıb pul qazanacağam, qəşəng yaşayacağam. Bu 1000 banka söhbəti məni tutdu, barmağımı dişlədim. Bu qılıfla, bu görkəmlə 10-15 bankanın mübahisəsini eləmərəm, amma 1000 banka çox ağ olur. Hətta 100-ün üstündə də ağ olur. Görünür, xanım əfəndiyə sonradan da irad tutmayıblar ki, bu 1000 banka söhbəti ilə adamları sadəcə elə allatmaq olar ki, hamı bunun yalan olduğunu anlayar. Eynən Ağalı kəndinin necə deyərlər, gen planı kimi. Yəqin sizin də qarşınıza çıxıb bir zamanlar Ağalı kəndinin baş planı yayılmışdı. Bu planda gül-gülü çağırır, bülbüllər də qoyun quzunu. Amma bu sadəcə plandır. Əslində bu kənddə durum necədir? Bunu da çox axtarası olmadım. Tam səmimi deyirəm, tamamilə təsadüfən cəmi 2 saat sonra Ağalı kəndindən bir başqa videoda qarşıma çıxdı. Axtarmadan, aramadan. Təsadüf bu suala nöqtə qoydu və bu bitmiş fikri sizinlə paylaşmağa qərar verdim. Ağalı kəndində bir konslager yaradılıb. Oradan giriş-çıxış qadağan edilib. Polis icazəsi, sertifikatlar, lisenziyalar, nə bilim, adını necə istəyirsə eləcə də qoyun. Çün belə şərtlərin qanunla müəyyən edilmiş adı olmur. Həmin videonda dinləyin. Bura Zəngilanın Ağalı kəndidir. 2 ildir, 2 il, 2 aydır köçmüşük. Biz Zəngilanın Ağalı kəndində yaşayırıq. Biz bura köçdük. Bizi bura köçürəndə bizə söz verdilər ki, həyatınız yaxşılaşacaq, güzaranınız gözəlləşəcək, hər bir şey yaxşı olacaq. Lakin elə olmadı. Gəldik, işlə təmin edən olmadı, soruşan olmadı ki, açsınız, susuzsunuz. Tikdikləri ev partlayıb tökülür, gördüyünüz kimi baxın. Sökülür, tökülür. Nəmişlikdən evlər çatlayıb, hətta içərdən çatlayıb sökülmək üzrədir. Çöldən də gördüyünüz kimi bax belə evlər çatlayıb, tökülür. Zəng vururuq. Bir insan gəlib baxmır, soruşmur, düzəltmir. Özümüz əlimizdən gələni eləyirik, düzəldirik, sakit yaşayırıq. Buna baxmayaraq, burada bu 2 il, 2 ay ərzində mən 2 dəfə canımı qəsd eləməyə çalışmışam. Lakin uşaqlar mənə mane oldular. Bura gəldiyimiz bir gündən əlində heç bir prokuraturadan icazəsi olmadan, göstəriş kağızı olmadan, polislər iş vaxtı, işdən sonra, hətta gecə vaxtlarında hərəsi əlində bir kitab alaraq insanların pəncərələrindən evləri çəkirlər. Nəysə, uzun sözün qısası burada yaşamaq bizim üçün bir cəhənnəm oldu. Sizə də elə gəldimi ki, söhbət adidən adi bir konslagerdən gedir. Yəni, sizi gətirmişik bura, ölün öldüyünüz yerdə səsinizi kəsin. Amma axı, səsi də hər zaman çox rahatlıqla kəsmək olmur. Bu söhbət isə gerçəyə çox uyğundur, %100 uyğundur. Çünki Əzrail bala paylamaz. İlham Əliyevin tikdiyi bu düşərgələrə köçürülən adamlar orada xoşbəxtlik tapa bilməzlər. O, bədbəxtlik mələyidir. Bunun üçün var. Kəndin içindən danışılan bu söhbətlər bir daha bunu təsdiq edir.
1000 banka söhbətinə də özünüz qiymət verin. 20-22 yaşlı, la belə olsun 25-26 yaşlı bir qız uşağı bir sezonda 1000 banka pomidor bağlaya bilərmi və onu elə bağlaya bilərmi ki, manikür, pedikür tərtibatına xələl gəlməsin?